Salam əziz dostlar, əziz səyahət sevənlər. Yeni bir vlogdan hər kəsi salamlayıram. Mən Vuga Travel yenidən efirdə. Dostlar, bu vlogda sizinlə birgə velo səyahət edəcəyik. Hal-hazırda Moskvadayam. Moskva vilayəti Yaxrama şəhərindəyəm dostlar. Bura park Yaxramadır, əyləncə mərkəzidir. Çox maraqlı bir yerdir. İstədim ki, start nöqtəmi buradan başlayım. Elə velosipedlə gedəcəm içəri. Gəzməli yerlər var burada, atraksiyonlar var maraqlı. Başlayaq dostlar. Hər kəsə xoş izləmələr. Bura artıq park Yaxrama əyləncə mərkəzinin ərazisidir. Çox böyük ərazisi var dostlar. Atraksiyona biletimi aldım. 600 rubuldur. Belə bir kart verdilər. Adı da Tobogan'dır. Gedək indi Tobogan'a doğru dostlar. Yaxramadakı yerləşən əyləncə mərkəzini gəzdik, atraksiyonda gəzdik. İndi yollanırıq velo trassa doğru. Bugünkü əsas məqsədimiz velo səyahətdir dostlar. Velosipedlə səyahət eləyəcəyik. İndi gedək çataq velo trassa. Orada ətraflı məlumat verəcəm dostlar. Yaxrama şəhəri Velo 1 velosiped trass yolunun giriş hissəsidir bura. Böyük bir ərazisi var. Start nöqtə. Dostlar, buradan başlayır Velo 1. Velo 1 giriş hissəsində belə velosipedlər də icarə verilir. Əgər velosipediniz yoxdursa, gəlib buradan icarəyə götürə bilərsiniz. Amma qiymətləri cibə uyğun deyil əslində burada. Velo 1 Moskva, Sankt-Peterburg velosiped yolu 3 il əvvəl inşasına başlanılmışdır. Moskvadan ta Sankt-Peterburqa kimi bu yol davam edəcək. Yolun 70-100 kilometri tam hazır vəziyyətdədir. Bax, gördüyünüz kimi Moskva çayı, Moskva kanalı ətrafı boyunca gedəcəyik. Hal-hazırda Yaxrama şəhərindəyəm. 2 şəhər ötüb keçməliyik. Ümumilikdə 70 kilometr məsafə gözləyir məni. Velo 1 start nöqtəsi başlayırıq dostlar. Uzun yola çıxdığım üçün özümlə yemək, su və belə bir həşəratlara qarşı özümə dezodorant almışam ki, yolda dişləyib nəsə gənəzə də olsa bu sprey onlardan qoruyacaq məni. Hə dostlar, yürüşə tam hazırıq. Başladım dostlar, gedirik indi. Moskva kanalda bu da dostlar. Moskva kanalda deməli Volga çayına birləşir. İndi Moskva kanalı boyunca hardasa 70 kilometrə qədər ancaq belə bir yolla gedəcəyik. Bu yolun özəlliyi də budur ki, velo yol, Velo 1 Moskva Sankt-Peterburqa kimi uzanacaq. Yaxın 3 il ərzində 1000 kilometrə qədər uzanacaq bu yol. 16 şəhərdən keçəcək. İndi hal-hazırda biz ancaq Moskva vilayətini səyahət edəcəyik dostlar. Deməli, Yaxrama şəhərindən Dubna şəhərinə qədər. Bu yolun özəlliyi də odur ki dostlar, bu yolda velosipedçilərdən başqa heç kəs getmir. Ancaq velosipedlər üçün nəzərdə tutulub. Tam 1000 kilometrəyə qədər dostlar olacaq yaxın illərdə
Mənə elə gəlir ki, bu velosiped sürənlər üçün ideal bir yerdir. Mən bir neçə il bundan əvvəl internetdə araşdırdım bu yeri. O günə qismət oldu. Mən əslində velosipedçi deyiləm, həvəskar sürəniyəm. Uşaqlıqdan velosipedim olub. Biri də velosipedimin Azərbaycandadır, Bakıdadır. Çox gözəl mənzərədir dostlar. Moskva kanalı boyunca heç kim sizə mane olmur və siz və təbiət. Bu da Moskva kanalı. Bəlkə də yanılıram. Belə velosiped yolları uzun, söhbət uzun velosiped yollarından gedir. Yəni 15-20 kilometrdən yox. Belə velosiped yolları yəqin ki dünyada çox azdır. Amma Rusiyada paytaxt Moskvadan başlayan velotras ta 1000 kilometr yolu əhatə edəcək yaxın illərdə dostlar. 16 şəhərdə dediyim kimi keçəcək və velo yollarda çoxlu sayda kafe, restoranlar, otellər, sonra arenda velosiped vermək üçün yerlər mövcuddur və hal-hazırda da davam eləyəcək. Gördüyünüz bu Moskva kanalı Rusiyanın paytaxtı Moskva üçün çox böyük bir rol oynayır. Həm sərnişin daşımada, həm də yük daşımada və Moskva kanalı ilə Volga çayına çıxır və oradan dənizlərə, okeanlara bağlanır dostlar. Belə bir məlumatı da nəzərinizə çatdırım. Vuga Travel soruşsanız mənası nə deməkdir dostlar? Adım Vugardır. Vugar sözündən götürmüşəm. Vuga Travel. Hardasa 8 ilə yaxındır ki artıq səyahət edirəm. Rusiyanın paytaxtı Moskva şəhərində yaşayıram. Eləcə də bir çox ölkələrdə olmuşam. Amma Rusiyada həm burada yaşadığım üçün, həm də ki Rusiyanın zəngin təbiəti və görməli yerləri sonsuzdur. Bunların gəzib görmək üçün insan həyatı yəqin ki yetməz. Vaxtım, zamanım və pulum olanda gəzirəm dostlar. Hal-hazırda bir günlük səyahətə çıxmışam. Yaxın bir zamanlarda böyük bir səyahətə yenidən hazırlaşıram. Növbəti vlogları da izləməyi unutmayın dostlar. Kanala abunə olun, dəstək olun. Azərbaycanlı səyahətçi kimi dünyanı, eləcə də Rusiyanı gəzib sizlərə göstərirəm. Velo 1 start nöqtəsinə necə gəlmək olar dostlar? Biraz onun haqqında da sizlərə məlumat verim. Velo 1 start nöqtəsi Moskva vilayəti Yaxrama şəhərində yerləşir. Moskva şəhər mərkəzindən hardasa bura 40-50 kilometr uzaqlıqdadır. Mən bura qatarla gəldim. Qatardan çıxıb hardasa belə deyək, ana yola, velosiped yoluna çıxmaq üçün əlavə bir 20 dəqiqədə tələb edir. Əgər velosipedsiz gəlmişsinizsə, Yaxrama Velo 1 start nöqtəsində arendaya, icarəyə götürmək mümkündür və növbəti şəhərdəki icarəyə verilən yerə də təhvil verə bilərsiniz. Amma ən yaxşısı öz velosipedinizdir ki, istədiyiniz yerdə vaxtsız, zamansız səyahət edirsiniz. Saatda hardasa 20-25 ilə gedirəm. Bu normal bir sürətdir velosiped üçün. Düz hamar bir yoldur. Bugün hava çox yaxşıdır. 21 dərəcə istidir. Həm də biraz külək var. Bilmirəm kamerada bu düşür külək yoxsa yox. Normal bir havadır. Velo yürüyüş üçün mükəmməl bir havadır. Nə isti, nə soyuq. Dubna və Kanakova Tver vilayətidir artıq ora. Tver vilayətində Moskva kanalı birləşir Volga çayına dostlar. Kanakova şəhərdə çox gözəl bir şəhərdir. YouTube'da baxsaz orada da mənim bir çəkilişim olub. Tver vilayəti Kanakova şəhəri. Hardasa bir 2 il bundan əvvəl
orada olmuşam. Dostlar, hazırda biz Dimitrov şəhərindəyik. Bax, görürsünüz, burada da yazılıb Dimitrov şəhəri. Yaxrama şəhəri artıq geridə qalıb. Dimitrov şəhərindəyik. Moskva vilayətində yerləşən bir şəhərdir. İkinci velo prokat icarəyə verilən yerdir. Burada kafe də var. Gəlib istirahət edə bilərsiniz burada. Deməli, dostlar, xəritəni sizə göstərdim. Yaxrama şəhərindən çıxdım. Hal-hazırda Dimitrovdayam. Buradan da bax, belə bu yolla bugün gedib çıxmalıyam Dubna şəhərinə. Dostlar, bu mənim son dayanacağım olacaq. Ərazidə burada velo prokat, həm də velo təmir fəaliyyət göstərir. Əgər velosipetinizdə hansısa nasazlıq baş veribsə, burada təmir etdirə bilərsiniz. İçəridə də kafe var. Həm də pulsuz tualet fəaliyyət göstərir bütün dayanacaqlarda. İndi içərini də çəkib sizə göstərdim, dostlar, kafeni. Belə burada futbolçular da satılır. Yola bir. Dondurma aldım. Biraz istirahət edeyim. Yoluma davam edəcəm. Oturaq biraz kanal boyunca gedən gəmiyə baxaq. Volga Don 5061 yük gəmisidir bu. Moskva kanalı Rusiyanın paytaxtı Moskva üçün çox mühüm bir kanaldır bu yol. Moskvadan gələn yükləri kanal boyunca çıxarır Volga çayına. Volga çayından da dəniz və okeanlara birləşir. Buradan valideynlərimə də çoxlu salam deyirəm. Çox sağ olun, əziz anam, əziz atam. Sağ olun, var olun, yaxşı ki varsınız. Buradan Sədail dayını da salamlayıram. Mənim daimi izləyicimdir, Moskvada yaşayır. Sağ ol Sədail dayı izlədiyin üçün. Burada artıq bizi Sovet dövründən qalma heykəllər qarşılayır. Çayın, kanalın o biri tayında da var, bu tayında da var. Belə böyük heykəllər. Kolxozçu qadın heykəli. Səhv eləmirəmsə də adı Tatyana olmalıdır. Sovet dövründə bu xanım burada kolxozçu işləyib. Onun şərəfinə ucadılmış bir heykəldir. Burada maraqlı bir yazı var. İnternetdə də oxumuşdum. Qarşıda 3 kilometr yolda yoluma ilan çıxa bilər. Burada da yazılıb 3 kilometr yol boyu ərzində qarşıma ilan çıxa bilər. İndi görək, çıxacaqmı yolumuza ilan, yoxsa yox. Yəni qarşıma da belə çıxsa, burada yaşayan ilanlar qorxulu deyil, zəhərli ilanlar deyil, suda yaşayan heyvanlardır. Yol boyunca çoxlu sayda böcəklər, qurt, quş növləri də gördüm. Yəni hamısı bu meşə zolağı boyunca yaşayan heyvanlardır. Dubna şəhəri 35 kilometr, Kanakova şəhəri 55 kilometr. Dostlar, hal-hazırda yolumun tam 50%'ni gəzdim, yarısını səyahət eləmişəm. Qarşıda yolun yarısı məni gözləyir. Görək başımıza nələr gəlir. Dostlar, yol tam pulsuz şəkildədir. Heç bir ödəniş də etmirsiniz. Yolu bir dənə qara ilan keçdi. Amma kameranı aça bilmədim, stop edə bilmədim ki, çəkəm. Qara, boz bir ilan idi. Deməli, elandakı kimi düz imiş. Yaxın 3 kilometrdə yolumuzu ilan çıxar və çıxdı da. Bala ilandır. Ölüb deyəsən, amma kimsə əzib. Belə tünd rəngi var. Başında da, ortasında da sarı xalı. Hə dostlar, yolun yarısından çoxunu artıq qət eləmişəm. Burada da istirahət, dincəlmə yeri var. Biraz istirahət edeyim, yeməyimi yiyeyim.
yoluma davam edəcəm. Velosipede biraz təmizlik aparaq. Sepinə yağ vurum. Bu çox yaxşı yağdır. İkinci paskada alıram. Belə bir firmadır. Biraz vurdun özü. Çox lazım deyil. Keçilərə baxın. Otlayırlar keçilər. Səfiş. Səfişlər. Keçilər. Yolun 75%-ni qət eləmişəm muzey. Hardasa 12-13 kilometr yolum qalıb. İndi isə körpü yolu başlayır. Yolun bir hissəsini də belə taxta körpü üzərindən gedəcəyik. Yolda görürsünüz burada əgər təkərdə problem varsa, təkər nasos var. Burada çoxlu sayda açarlar var. Velosiped üçün bir sözlə yolda nəsə probleminiz olsa bu məntəqələr sizə köməklik görəcək. Bunlar hamısı pulsuzdur. Belə trassada yerləşir. Bura Dubnadan 12 kilometr uzaqlıqda yerləşir. Mən buradan gələrək sürdüm. Hal-hazırda buradayım. İndi də bu nöqtəyə getməliyəm. Dubna şəhərinə. Burada da paromla, görürsünüz bu paromla belə bir ki çayın bu tayından o bir tayına keçməliyəm. Gəlib çatdım axırı Dubna şəhərinə. Buradan da indi parom vasitəsilə kanalın bu tayından o bir tayına keçməliyəm. Moskva Velobir Yaxrama Dubna xətti ilə marşrutum sona çatdı dostlar. Hardasa ümumilikdə 90 kilometrə qədər yol gəldim bu velosipedlə. Sona qədər məni tam sağlam, salamat gətirdi. İndi də bax dostlar, bu qarşıdakı paromla indi keçəcək bura tros vasitəsilə keçməliyik Dubna tərəfə. Velo səyahətimizin sonuna çatdıq. Sona qədər izlədiyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm dostlar. Növbəti bir vlogda, növbəti şəhərdə görüşənə qədər salamat qalın.